bir ara spirtli içki reklamına çəkilmişdiniz. Sizi çox qınadılar. Deyirdilər, Rəşid müəllimə ağsaqqal kimi hörmət edirik. Hər zaman milli dəyərlərdən danışır, gərək bunu etməzdi. Xanım, bu belə olmayıb. 37-ci ildir ki, hər 5-ci gün medinstitut müəllimləri 15 nəfər alim yığılırıq, gedirik bax Ağdaş restoranına. Orada çörək yeyirik, kimin nə problem var, onu həll edirik. Bunlar da içirlər. Mən də içirəm pəncə, yalan danışmıram mən. Yaxşı araq içirəm mən. Mən deyirəm, ay insanlar, birinci içməyin, müsəlman ölkəsində araq zavodu olmamalıdır. İçki içilməməlidir. Mən bunların hamısını orada demişəm. Amma içirsinizsə normal araq için. Təxminən bir 45-50% kişilərimiz araq içirlər. Rusdan qalmadı. Bəlkə də çox. Bəlkə də çox. Bəli. Bu Rusdan qalmadı. Kadınlardan da içənlər var valla. İçirsən deyirəm, ay yazıq, ömrünü qısaltma. Yəni yaxşı araq işte. Mən nə deyim ki? Deyirsiniz. Mən həkim kimi, mənim borcumdur demək istəyir. Onlar da hamısını kəsib tılıyor, o da gəl qarağa, bu araq. Yəni bu araqlar, bu yaxşı araqdır da.